Bu əqidə, hansı ki biz öyrəndiyimiz, Hicrətin 7-ci əsrində gəlmişdi Azərbaycana. Xristianlarla, xristian təqvimlə Hicrətin 7-ci əsrində. Yəni bu əqidəni sahabelər gətirib. Bu sahabələrin əqidəsidir biz oxuyuruq. Bizim hal-hazırda oxuduğumuz əqidə sahabələrin əqidəsidir, tabiinlərin. Onlar da bura 7-ci əsrdə gəliblər. Hicrətin 22-23-cü ilində Azərbaycana İslam gəldi, fəth olundu. Huzeyf ibn Yəmən radiyallahu anhu başçılıq edirdi, əmir idi qoşuna və Azərbaycan da döyüşsüz İslamı qəbul edir. Və bu əqidə Hicrətin 7-ci əsrindəndir xristian tarixinə. Ona görə kimsə bu əqidəni təzə göstərmək istəyir. O kimlər ki deyir təzədir, onlar onlar təzədir. Olan burada təxminən 4 əsrdə əqidələri. O da məlumdur necə yayılıb və ya başqaları. Aydın qardaşlar, kim bilir, bilir. Kim bilmir, öyrənsin. Bu belə kitabları oxumaq, 2-ci əsr, 3-cü əsr, 4-cü əsr, 5-ci əsr, 6-cı əsr, bunlar hələ o cür insanlara cavabdır, cahillərə, insanları alladanlara.